Mən bilirsiniz ki, artıq 44 saatdır demək olar ki, su orucundayam. Əlbəttə ki, mənfi tərəfləri var. Mənfi tərəfləri dediyim kimi, əvvəldə gələn aclıq idi, indi biraz baş gicəllənmə, biraz yemək istəyi azdır, amma var yenə də. İnsan özünü sadəcə yemək yesə daha xoşbəxt olarmış kimi hiss edir, amma aclıq o qədər də yoxdur. Amma çox gözəl bir xüsusiyyəti var. Təsəvvürünüzə gətirin ki, rasxod sıfırdır. Yəni ümumilikdə maliyyəti, ya bunu eləməyin maliyyəti sıfırdır. Sadəcə sudan istifadə edirsiniz və heç bir halda pul xərcləmirsiniz. Super bir şeydir. Yəni qənaət etmək məqsədi ilə edilə biləcək ən gözəl şeylərdəndir. Mənim mağazada ərzaqlara baxışlarım dəyişib. Yəni bilirsiniz, onlara artıq elə bir, yəni 48 saata az qalıb artıq 2 gündür demək olar ki, acam. Yəni elə bir baxışla baxıram ki, yoxdur elə bir baxış. Yəni elə bir baxış yoxdur. Yəni hamısına əl uzatmaq istəyirəm, hamısından artıq beynimdə yeməklərlə bağlı elə bir təsəvvürlər, elə bir fantaziyalar var ki, yoxdur elə bir dünya. Çox maraqlı bir haldır əslində.